bu uşaqlar mən inanıram ki, gələcəkdə ikinci, üçüncü nəsil diaspora nə qədər bizdə güclü olacaq. Ana dilin sevindir, qəlbimizin nurudur. Ana dilini bilmək hər birimizin borcudur. Ana dilimi benim için vətəndir. Benim güzel mehriban, çok mezilik bir elim var. Danışanda baldadan Azerbaycan dilim var. Bir çörpə sevgi ilə dil açsa desə ana, o gündən də həmin dil hopmuş olar qanına. Mən Azərbaycanlı olduğum için çox sevinirəm. Benim için yad bir dil, ana dil ola bilmez. Çünkü hiç vaxt beynimdə düşünmürəm da dildən. Gözəl dili bir dastan, kitabesi konuşlar. Var minillik tarihi, yaşa ey Azərbaycan. Adli dolma dil kimi benim qəlbimə yatmaz. Necə yaxşı bilsəm də ruhumun sevgi qatmaz. Dilim ata-anamın mənə sevdiyi dildir. Mənim doğma dilimdir, Azərbaycan dilimdir. Minillik tarihində bir dastan var. Tükənməyən müsəvvətim Azərbaycan dilim var. Alaca ayanam mən, ana dilimi seviyəm. Hər gün mahnı şeiri sevərək öyrəniyəm. Ana dili sənin üçün nədir? Ana dili mənim üçün evimdir, nənə babamdır, ailəmdir. Ucalar bağçadan bülbülü səsi, çay susur əsməyi, çəməndə yerdə. Nə qədər doğmadır onun nəğməsi, bülbül də elə bir ötürdü dildə. Mən boynum qızıyam, anamdır Azərbaycan. Ben onun sinəsindən süd emir zaman zaman. Büyük boyatmışam, saçları qanındır. Ucu dağı vigarım, torpağı dərmanındır. Büyük boyatmışam, saçları qanındır. Ucu dağı vigarım, torpağı dərmanındır. Fərhad dağda gülümlə sürətimi qazırdır. Şirin sədaqətimi tarixlərə yazırdır. Qəribim sənəmiyəm, Koroğlunun diyarı. Qəbiyə həcər olub dolanmışam dağları. Demirəm bir dənəyəm, gözəllik ulduzuyam. Hər evin öz evadır, Azərbaycan qızıyam. Demirəm bir dənəyəm, gözəllik ulduzuyam. Hər evin öz evadır, Azərbaycan qızıyam. Uşaqların əl işlərindən ibarət kiçik bir sərgi hazırlayacağıq bugün burada. Və stolun üstündə hər bir lazımi ləvazimatlar var. Uşaqlar, Azərbaycan deyəndə ağlınıza nə gəlir? Ağlınıza ilk gələn bir şeyi o vərəq üzərində çəkin. Daha sonra öz adınızı qeyd eləməyi unutmayın. Valideynlər üçün belə bir tədbirlər çox ruhlandırıcı və ilham vericidir. Çox təşəkkür edirəm diasporaya, səfərinizə və sizə belə bir gözəl tədbirlər təşkil edirsiniz və biz bu uşaqları xaricdə, yəni İngiltərənin mərkəzində Azərbaycan dili ilə qovuşdururuq. Bu bizim üçün birinci önəmlidir. Çox sağ olun. Mən Azərbaycan rəqsini çox sevirəm.